Hörmətli izləyicilər, Misir Premyer Liqasında 2025-2026-cı illər mövsümü artıq komandamız üçün başa çatır və Neftçi mövsümü qələbə ilə tamamladı. Son turda Sumqayıtda Kəpəzi 1-0 hesabı ilə məğlub etdi və hazırda yanımızda Neftçi futbolçusu Elvin Camalovdur. Elvin, təbriklər qələbə münasibəti ilə. İstəyirəm oyunla bağlı fikirlərini bölüşəsən. İkinci hissədə Metyunun qırmızı almasından sonra xüsusən yarım müdafiə zonasında çox yük düşürdü sənə də, komandaya da. İstəyirəm elə oyunla bağlı fikirlərini bölüşəsən. Bəli, artıq ilk növbədə bütün Neftçi ailəsini, bütün Neftçi azarkeşləri təbrik edirəm Konferans Liqası münasibəti ilə, düşmə münasibəti ilə. Həqiqətən də Neftçi komandası, Neftçi ailəsi buna layiqdir. İnşallah oyundan öncə də yəni bu fikirləri bildirdim. Həqiqətən çox səmimi, içdən gələn sözlərimdir. Bu komanda həqiqətən hər zaman yuxarılara, daim yüksəklərə layiqdir. İnşallah gələn ildə Konferans Liqasında da inşallah uğurlu olar. Hamımız bir yerdə, bir ailə şəklində. Bu oyun da bilirdik, sonuncu oyun idi. İstər-istəməz nə qədər ciddi hazırlaşsaq da hardasa boşluqlar var idi. Amma maksimum oyundan öncə də yəni uşaqlarla danışdığımızda bildirirdik ki, bu oyunda maksimum ciddi olmalıyıq, ciddi yanaşmalıyıq və inşallah qələbə qazanıb yaxşı əhval-ruhiyyə ilə qayıtmalıyıq, getməliyik istirahətə, evimizə. Yəni çox şükür qələbə qazandıq. Düzdür, çətin oldu. Birinci hissə çox çətin oldu. İkinci hissə qırmızı aldıqdan sonra deyərdim daha da çətin oldu. Düşünürəm ki, sonuncu oyun idi. Hardasa başa düşmək olar bütün uşaqları. Amma ki, çox şükür qələbə ilə başa vurduq. Hamını, bütün Neftçi ailəsini təbrik edirəm. Səmimi qəlblə. Təşəkkürlər Elvin, biz də səni təbrik edirik. Uğurlarımız bol olsun. Çox sağ ol, minnətdarıq. Sağ olun, mən təşəkkür edirəm. İnşallah görüşərik. Sağ olun, sağ olun.